Bismillah, başlıyoruz. Seslerimiz, maşallah kendimize işler başlayırıq. Hasar çəkilir. Tam bir vəziyyət çəkir İlham qardaşımızdır. Allah cəmi ömrümüzə rəhmət eləsin. Məkanda ömrümüzə cənnət eləsin. Qəbirlər nurlu olsun. Bizim de ustalarla, fəhərlərlə beraber çok özel vəziyyət çəkir ustalar. Elhamdülillah, çok iyi səfələrdir. Qədirdir. Maşallah, hamı işləyir, hamı köməkli. Yani kimsə qıraqda bilməkdir. Allah cəmi ömrümüzə rəhmət eləsin. Canı sağ olasın. Allah herkesin ölümlerine rahmet eylesin. Orucuların bol eylesin. Başlamışız köməkli işlerin hamısını koymak lazım diyorlar. Orada bir inşallah destekler işlerimiz var. Bir dersimiz var. Bir desteklerimiz var. Destekimiz sesle bunu yiyecek. Olmasa inşallah yürüyeceğiz. Onun köməkli. Hürmetli kəndçilərimiz, bu qəbirstanlıq Seyitlər qəbirstanlığıdır. Hər bir şey faydasında, çox səliqəli bir burada da hasarlama işi başa çatdı. Fikirlərsiniz, çox gözəl, yüksək bir səviyyədə. Bu qapı ilə də %100 naves də hazırdır. 6 yarımın, 5 yarımın, 3 yarımın. Səliqəli, gözəl bir navesdir. Şəxslərimiz, hamınızı salamlayıram. Bu günləri kendimizdik. Naves duruma görə gəlmişik. Deməli burada bu qapıdan keçər girirsən, haradasa bir 30 metr aralıdan navesin bölüdür. Orası taxta işi görülübdür. İnşallah birazdan üstü olacaq. Sonra o bir navesimizin də şuralar bastırılıbdır. İşin görəcək inşallah. Kəndimiz çok güzel gördüm, teşekkürlü, lezzetli bir havadır. Şöylesiz dağında çok qəşəng vardı. Kuzey tərəfin qarı gün tuta bilmir də, ərimir. Çok güzel bir havadır. Kendimizdə İnşallah bu işləri görəndən sonra da ondan sonra naveslərimiz bizə çəkiliş eləyib qrupumuza atılsın. Allah cənnət həyattaki cənnətimizə görə də rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Şükür olsun Allaha, dövlətimiz var olsun. Doğrudan da mən dərk edə bilmirəm. Neçə gəlmişəm kəndimizə. Hər dəfə gələndə mənə yuxu kimi gəlir. Şükür olsun Allah bu günləri bizə yaşatdı. Öz torpaqlarımızı qaytardı.